Azərbaycan qadını. O, tarix boyu Azərbaycan kişisindən geridə qalmayıb. İstər fədakarlıqda, istər mərdlikdə, istərsə də müdriklikdə. Zaman olub ki, Azərbaycan qadını Tomris olub, Banu Çiçək olub. Nigar kimi, Həcər kimi döyüş meydanında düşmənə qarşı vuruşub. Zaman da olub ki, Nüşabə olub, Sara Xatun olub, dövləti idarə edib. Bəzən də tarixin səhifələrində öz zəhməti, biliyi hesabına yenə də birincilər sırasında yer alıb. Azərbaycan qadını həm də ana olub, övlad böyüdüb, igidlər yetişdirib. Tarixin bütün çətinliklərinə fədakarlığı ilə davam gətirib, Azərbaycan adlı bir məmləkətin var olmasında çox zaman gözə dəyməyən böyük işlər görüb. Bugün zaman da dəyişib dövrdə. Qadınların da nə qəhrəmanlığına, nə də fədakarlığına əvvəlki kimi ehtiyac qalmayıb. Lakin Azərbaycan qadını yenə də öz şərəfli missiyasını davam etdirir. Tomrislər, Sara Xatunlar, Həcərlər bugün də var. Lakin elə xanımlar da var ki, həyatın vurduğu zərbələrə qarşı nəinki məğrur dayanır, həm də öz acılarını unudub, başqalarının halına yanır, xalqı üçün təmənnasız çalışır. Söhbət açacağımız fədakar Azərbaycan xanımlarından biri də Gülbəniz Abdullayevadır. Çoxları bilmir ki, bu xanım birinci qrup gözdən əlildi. Gözünün biri görmədən tamamilə məhrumdur. Digəri isə cərrahi əməliyyatdan sonra 30-40% arasında bərpa olunub. Bəlkə də başqası olsa, özünə qapanar, həyatdan küsər, öz dərdim özümə bəsdir, başqalarının dərdini çəkmək mənə mi qalıb, deyərdi. Lakin Gülbəniz xanım tamam fərqli dünyanın insanıdır. O, 5 il əvvəl Şəhidlər Ölməz adlı YouTube kanalı yaradaraq, fərdi şəkildə şəhidlərimizin tanıdılması, unudulmaması üçün fəaliyyətə başlayıb. Biz onun daxili dünyasını bilmərik, ancaq yəqin edə bilərik ki, fədakar insanlar daha dərin düşünürlər. Bəlkə də o da düşünüb ki, gözdən əlillik şəhidliklə müqayisə oluna bilməz. Mən bu həyatda varam, nəfəs alıram, tutunuram, yaşayıram. Onlar isə mənim bu həyatda rahat, təhlükəsiz yaşaya bilməm üçün mənim sahib olduqlarımdan könüllü imtina etdilər. Onları unutmaq olarmı? Şəhidlərə baxıb mən əliləm, mən acizəm deyə bilərəmmi? Düşüncəsi ilə Gülbəniz xanım bu fədakarlığı öz üzərinə götürüb. Şəhidlərimizi tanıtmaqla o bu işdən həm ilham alır, həm fəxarət hissi keçirir, həm də şəhidlərimizə olan borcunu ürəyincə ödəməyə çalışır. O, bu müqəddəs işi tək görmür desək yanılmarıq. Yeganə övladını, gül balasını da vətənə sevgi ilə, xalqına, elinə bağlı böyüdür. Gülbəniz xanım Şəhidlər Ölməz YouTube kanalını yaratdığı gündən indiyə qədər çox sayda şəhid haqqında video material hazırlayaraq yayımlayıb. Onu övladı ilə birlikdə tez-tez və çox zaman şəhidlərlə bağlı tədbirlərdə, şəhid analarının, yaxınlarının yanında görmək olar. Zaman çox sürətlə gedir. Lakin Gülbəniz Abdullayeva kimi tarixi yaşadan insanlar var olduqca, şəhidlərimiz də hər zaman yaşayacaq və var olacaq. Biz də öz növbəmizdə Şəhidlər Ölməz YouTube kanalının yaradılmasının 5 illik yubileyi münasibəti ilə Azərbaycan xanımı, gözəl ana, vətəninin fədakar qızı olan Gülbəniz Abdullayevanı təbrik edir. Ona bu şərəfli yolda uğurlar arzuluyuruq.